Bir var deyəm, ilahi mənə ruzu ver, bir var deyəm, ilahi sən ruzu verənsən. Deyir, ruzu verin ona. Mənim adımı yad elədi. Deməli, məndən intizarı var. Ona görə ariflərin duası vəzifdir daha çox. Ədəbli duasına baxın Həzrəti Əyyubun. Bunu keçən dəfələrdə demişəm. Hər şey əlindən çıxdı. İmtihanlardan çıxdı. Dil yarası pis şeydir də cəmaat başladı ki, Əyyub nə günah eləyib ki, bu qədər bəla gəlib başına. O gün bir yerdə bir üzr istəyirəm, başqa ad tapa bilmirəm, bir namərdin bir İmam Hüseyin haqqında bunu yazmışdı. Demiş ki, bu Hüseyin nə qədər, nauzubillah, pis adamdır ki, başına bu işlər gəlib. Görün, bu nə qədər qafil insandır. Gəldi o məqamda, dedi ki, cəmaat başladı danışmağa ki, bu Əyyub nə günah eləmişdi. Deyir, onda biraz ürəyi sındı. Övladları getmişdi, hər şey getmişdi, sağlamlığı da Allahın imtihanı. Duasına baxın, Quran gətirir. Ölürəm bu dua üçün Həzrəti Əyyubun duasıdır. İnni məssəniyə zur və əntə ərhamur rahimin. İlahi, mənə çətinlik yüz verib, sən də rəhimlərin rəhimlisisən. Demir, mənə şəfa ver, demir, sərvətimi qaytar, demir, heç nə demir. Deyim, mənə halımı görürsən, sən də rəhimlilərin rəhimlisisən. Allah bax bunu istəyir. Allah bunu istəyir ki, ona diqqət eləyək. Onda olan gözəlliklərə baxaq və ləzzət alaq. İlahi, əntə təkunu kəma uhib. Əlinin əzəmətinə bax. Deyir, ilahi, sən mənim sevdiyim Allahsan. Sən mənim istədiyim Allahsan. Elə ürəyimə yatan Allahsan. Ürəyimə yatırsan. Mənim arzuladığım Allah sənsən. Fəc'alni kəmə tuhib. Elə ki, mən də sənin sevdiyin bəndən ol. Elə qəlizləşdiririk yollarımızı, elə çətinləşdiririk, bədbinləşirik. Yollar asandır. Yolunu tapmaq lazımdır. İlahi, kəfa bihi fəxrən ən təkunə li Rabba. Dualara baxın, ləzzət üçün oxuyuram, inanın bunları. Münacatlara baxın, əlinin münacatıdır. İlahi, kəfə bi fəxrən ən təkunə li Rabba. Deyir, mənə bu fəxr bəsdir ki, sənin kimi Rəbbim var. Sən mənim Allahımsan, bəsimdir. Ən zəngini mənəm, ən varlısı mənəm. Və kəfa bi izzən ən əkunə ləkə abda. Mənim üçün bu izzət kifayətdir ki, mən sənə bəndiyəm. Sənin bəndənəm. Bu keyf aləmidir. Burada soruşmurlar ki, nə gətirmirsən? Dedim, o Salmana yazdı. Soruşsalar, Həzrət Əli kəfəninə yazdı Salmanın. Soruşsalar, nə gətirmirsən? Denən ki, Kərim şəxsə qonaq gəlmiş. O soruşmur, nə gətirmirsən? O soruşmur, valla nə gətirmirsən? Salman da olsun soruşmur. Soruşmur, nə gətirmirsən? Soruşur ki, hansı ümidlə gəlmirsən? Mənə baxışın necədir? Məndən gözləntin nədir? Belə insan, sözümü bitirirəm, müjdə olsun sizə, sözümü bitirirəm. Belə insan heç vaxt heç nədən narahat olmur. Dost mənə diqqət elədi, yoldaş mənlə belə davrandı. Allah görmürsünüz, böyük adamların yanında onların qədrini bilməyən adamlar qərar verir. Böyük adamların yanında olur belə adamlar. Onun tohidini yoxlayır. Allah'a nə qədər bağlıdır onu yoxlayır. Böyük adamların hamısının ətrafında olur belə adamlar. Dönük adamlar olur, qədrini bilməyən adamlar olur. Görsün bunları nə qədər sarsıdır. Bəzisinin ailəsində olur. O Arif deyir, həmişə nəsiyyət eləyərdi ki, qadınlarınıza dəyər verin, onun qədrini bilin. Tələbələr dedi ki, yəqin ki, bunun ağzı isti yerdədir, Bakılılar demişkən. Ağzı isti yerdədir, bu elə bilir ki, keyfdədir cəmaat, qadınlarınıza dəyər verin. Bir gün gedək bunun evinə görək, yəqin ki, bunun necə salih bir xanımı var. Deyir, xəbərsiz gəldilər, qapını döydülər, qapını açdı, salam, dedilər, əleyki salam, qonaq gəlmişik. Dedi, valla mən çağırmamışdım sizdə, deməmişdim, gələsiz. Amma da gəlmişsiniz də, buyurun içəri. Buyurun içəri, girdi, içəri oturduq. Elə bizim gözümüzün qabağında bu Arif ki, hamı başını dolanır küçədə, bazarda.
Hamı əllərindən öpür. Bunun həyat yoldaşı gəldi bizim yanımızda da nələr eləmədi. Dedi ki, bağışlayın ağa, deyəsən bir vaxt gəlmişik. Əsəbi vaxtı yox, mənim elə günüm belə keçir. Təbəssümlə, elə mənim adi halımdır. Deyirdim, yəni ki, ona görə deyirdim ki, bəlkə keçməyəsiniz içəri, bu mənzərələri görməyəsiniz. Evinin içində birini qərar verib ki, bütün aləm onun başına dolanır, evdə, o da keyf eləyir, bununla da keyf eləyən adamlar var. Allah görsün nə qədər Allaha bağlısan yox. Yalan deyərəm. Bu keyfi yalan deyərəm.